Ay gözəl oğlan, bir yaxınlaş görək bura. Bu nədir? Obyekti satıb yedizdirəsən buna. Xoş gəlmişsən ay dağlar maralı. Canım, istəyərdim bu maşın təmizdir, amma yenə də sən yoxsan. Dədə, Range Rover'i sürən qızı mamamın adamı da agent kimi göndərib. Ehtiyatlı ol, özünü zibilə salassan. Axşam yüzlük cibində. Öpdüm, ailədə oldu. Buyur anam, nə lazımdır? Oy, anam nədir? Anam nədir? Dost olacaqdı səndən, anam nədir? Tələsmə. Nə gözəldir, yağacaq. Nə qəşəng adı var. Bura sənin özünündür. Mənim özümündür. Elə mi sən açmısan da bu yağacağı? Özüm açdım. Super. Nə xidmətlərin var ay canım? Xanım, danışığınıza sərhəd qoyun, mən ailəli adamam. Maşınınıza nə xidmət lazımdır, mən görüm. Biraz məsafə saxla xanım. Bax, gəldiniz, keçdiniz, maşınınızı təhvil verdiniz, keçib əyləşirsiniz, gözləmə zalımda. Super. Buyurun. Canım, bəs bunlar nədir? Canım yox, mənim adım Hümbətdir. Yaxşı ay Hümbət. Bu, motoru yumaq üçün pardır. Parla niyə yuyurlar ki motoru? Ona görə ki, tok sistemlərin zədə vurmamaqdan ötürüdür bu. Ay sağ ol, hə. Bu isə ximiska olundu, ximiska üçündür. Hə. Bu da, ikisi də. Ay Hümbət, sənin bu yağacaq avtoyumağında maşallah hər şey var Allah razı olsun. Superdir. Bütün dəsmallarda paltar yuyanda yuyur. Yəni maşınınıza heç bir ziyan yox. Ləkə qalmır, eləmi? Xeyr. Hə, sən nə təmiz kişisən, hə. Səndən adamın evinə lazım, deyim, o ikiyə yox. Maşının alt hissəsi bax burada yuyulur. Eləmi, padiomika qalxır maşın. Bəli. Onda tərtəmiz olar da, ay Hümbət maşının altı. Əlbəttə ki. Çiçək kimi əriyir, nə qəşəng. Mənim maşınıma bu xidmət göstərirsin. Baş üstə. Canım, bu P400-ümü sənə əmanət eləyirəm. İş qutarandan sonra məni yığarsan. Barda çoxda nömrəm var. İş nömrəmizə zəng eləyərsiniz. Sən heç bir olma. Ay kişi, bax bu bir test idi. Sağ sadiqliyinə görə, bax belə kişi olmağına görə sevgi dərsindən 5 verirəm. Bundan sonra nə telefonumu yoxlayaram, nə dalına düşərəm. Sən ömür boyu bax belə rahat gəz. Da ürəyim səndən arxayın oldu. Bunun kimisinin yüzü gələr, sənin dırnağına dəyişmərəm.